Hər kəsə salam. Dim toplusuna yeni əlavə olunmuş məhlullar bölməsindən səhifə 162-də 38-ci sualın izahına baxaq. Demək, bizə əsas lazımdır bu hissədən. Duzlu suyun hazırlanması üçün müəyyən miqdarda duz suya əlavə olunaraq tam həll edilir. Demək, duzlu suyun da tərkibi nədir? Natrium xloridin su ilə qarışığıdır. Bu zaman su molekularının təsirindən məhlulda natrium müsbət və xlor mənfi ionları əmələ gəlir. Natrium xlorid ionlarına ayrılır. Natrium müsbət və xlor mənfi. Bu zaman məhlulun həcmi 300 ml-dir. Millilitri litrə çevirək, 1000-ə bölürük, edir 0,3 litr və 0,8 mol natrium xlorid var. Və bu məhlula 200 ml-də su əlavə olunub. Su əlavə olunub 200 ml, bunu da litrə çevirsək, 1000-ə bölürük, 0,2 litr. Alınan məhlulda natrium müsbət ionlarının molyar qatlığını hesablayın və dissosiasiya dərəcəsi alfa bərabərdir 75%. Demək, ilk olaraq biz natrium xlorid məhlulunun qatlılığını tapaq. S bərabərdir nü bölüsü V. İndi bizim natrium xlorid məhlulunun maddə miqdarı 0,8-dir. Məhlulumuzun isə həcmi əvvəl 0,3 idi, sonra 0,2 litrdə su əlavə olunur. Bərabər olacaq 1,6-ya. Daha sonra bizə deyir ki, duzun dissosiasiya dərəcəsi 75%-dir. Bizim duzumuzun qatlığı 1,6-dır. Bu 1,6-nın 75%-i dissosiasiya uğrayıb, yəni sərf olunub. Nə qədər edir bu da? 1,6-nın 75% edəcək 1,2. Demək, 1,2 mol bölü litr natrium xloridimiz sərf olunubdur. Gətirib yazırıq yerinə. 1,2 natrium xlorid dissosiasiya uğrayanda nə qədər natrium müsbət ionları əmələ gəlir? X. Birinə də 1, x bərabər olacaq 1,2.